Təşəkkür edirəm. Əziz Yaşım, çox sağ olun. Çox maraqlı çıxışınıza görə təşəkkür edirik və bu tədbir bir bina ilə bitə bilməz elə mənası, məramı, məqsədi də odur ki, davam etsin, sürət yaratsın, proses getsin. Əminimdə ki, belə olacaq. İkincisi, İngilis dilinin fərqini, Anglo-Saks sistemini aşıb gedib orada təhsil alıb gələ biliriksə, məncə vahid genetika öz işini görəcəkdir. Dəyərli Elnara xanım, buyurun söz sizindir. Sonra Pərvin xanım Kərimzadə söz istəyib və Qulu müəllim Novruzov və Rizvan müəllim Nəbiyev. Buyurun. Təşəkkür edirəm, hörmətli qonaqları salamlayıram. Zahid müəllim, əvvəlcə bu gözəl konferansa görə mən sizə minnətdarlığımı bildirirəm. Bütün məruzələri zövq alaraq dinlədim. Burada ortaq əlifba ilə bağlı, Türk dövlətlərində yaşayan insanların təhsilə marağı ilə bağlı, yəni ortaq statistik bir göstəricilərlə tanış olduq və özümüz üçün də yeni bir nüanslar aşkarladıq. Mən burada Zahid müəllim sizin vurğuladığınız iki məqama diqqət çəkmək istəyirəm. Çünki bu çox vacib bir məqamlar idi və xüsusilə Türk dövlətlərin yanaşmasında, birləşməsində bu məqamlar çox vacibdir. Bunlardan birincisi nə idi? Siz vurğuladınız, vaxtilə şərqdən qərbə gedən beyin axınını, fikir axınını bugün məhz yenidən qərbdən şərqə yönəltmək. Bu çox vacib amildir. Çünki əsrlər boyu bilirik ki, yəni Türk poeziyası, Türk fəlsəfi fikri, yəni qərbə nə qədər stimul verib və hətta sonradan qərbdə gedən cərəyanlaşma, modernləşmə proseslərinin alt qatında məhz şərq fəlsəfi fikrinin dayandığı məlum bir faktlardan biridir. Vaxtilə Yaşar Qarayev yazırdı ki, 90-cı illərdə qloballaşmanın vüsət aldığı bir dönəmdə yazırdı ki, şah mətləb, ana sual, vahid informasiya məkanından nə isə götürmək olmamalıdır. Həm də bura nə artırmaq şəklində qoyulmalıdır. Hansı təkrarsız milli çalar. Bax, mən düşünürəm ki, biz Türk dövlətləri ilə birləşirik, yaxınlaşırıq, amma həm də ora ən dəyərli biz ənənələrimizi, irsimizi, ədəbiyyatımızı, mədəniyyətimizi gətiririk ki, bu çox vacib bir amildir. Bir də bir məqam vurğuladınız, Qarabağ Universitetində Türk dövlətləri bununla bağlı bir layihələr həyata keçirmək. Bəli, Qarabağ Universiteti yaradılanda mən elə Elm və Təhsil Komitəsində də çıxış edərək bildirdim ki, biz Qarabağ Universitetini həm də bir məfkurə işi kimi yanaşmalıyıq, ideoloji işin bir tərkib hissəsi kimi yanaşmalıyıq. Orada olan tələbələrə məruzələr etmək, Türk dünyası ilə bağlı, ədəbiyyatı ilə bağlı fikirlər aşılamaq bir təməl bir vəzifə kimi durmalıdır qarşımızda. Necə ki, bugün bu işi Türk Akademiyası çox yüksək səviyyədə yerinə yetirir. Məsələn, Şahin müəllim, mən sizə təşəkkür edirəm. Siz Əli bəy Hüseynzadə ilə bağlı iki kitabı, yəni iki dildə çevirib artıq yəni çapa vermişsiniz. Bu çox böyük bir göstərici. Çünki Əli bəy Hüseynzadə doğrudan da milli triyadamızın banisidir. 20-ci əsrin əvvəllərində öz elmi, publisistik bədii irsi ilə həm Erməni-Azərbaycan münasibətini ən dürüst, ən ləyaqətli bir münasibət israr edən bir ziyalımızdır və ümumiyyətlə onun Füyuza jurnalında olan fəaliyyəti, Siyasət-i Firuzət əsəri bizim ümumiyyətlə Azərbaycan ədəbiyyatının bir fəlsəfi dayaqlarının nə qədər bütöv möhkəm olduğunu göstərən bir ziyalıdır. Mən uğurlar arzulayıram. Bütün yəni konferans boyu səslənən fikirləri çox önəmli hesab edirəm. Düşünürəm ki, Zahid müəllim, növbəti ildə 2026-cı ildə Türkoloji Qurultayın 100 illiyi gəlir. Necə ki, 100 il əvvəl bizim ən seçilən aydınlarımız, halbuki 37-ci ildə onlar hər biri müxtəlif zülümlərə, müxtəlif qətliamlara məruz qalırlar. Amma onlar 1926-cı ildə ortaq əlifba ilə bağlı, ortaq mədəniyyət, dillə bağlı çox müqtədir fikirlər səsləndirmişdilər. Düşünürəm ki, elə biz bir il sonra da məhz Türkoloji Qurultayın 100 illiyi gözəl bir konferanslar ard-arda təşkil etməklə bu məsələləri ora daşıyacaq və ən gözəl zirvə məqamlarını orada birlikdə yaşayacaq. Təşəkkür edirəm.